Maldivlərdə köpək balıq ilə üzmə haqqında 5 fakt. 1. Təhlükəsiz, amma diqqətli olun. Buradakı əksər köpək balıqlar rif köpək balıqlardır. İnstruktorun qaydalarına əməl etsəniz zərərsizdir. 2. Yaxın görüşlər. Onları çimərlikdən belə görmək mümkündür. Amma həmişə diqqətli olun. 3. Maraqlıdır, aqressiv deyil. Sizin yanınıza yaxın üzə bilərlər, amma toxunmayın və yem verməyin. 4. Axşam şou. Oteldə hər axşam 30 dəqiqəlik köpək balıq və skata yem şousu keçirilir. Buna görə də saat 5-dən etibarən sahildən bu yem yerinə üzən balıqların axınını izləmək mümkündür. Baxmaq çox maraqlıdır. 5. Unudulmaz təəssüratlar. Bu möhtəşəm canlılarla üzmək həyəcanlı, sakit və sehirlidir. Sadəcə hörmət edin və zövq alın. Və biraz da qorxulu. Həqiqətən unudulmazdır. Növbəti videoda sizə Maldivlərin digər adasında həyatın necə olduğunu, gizli gözəllikləri və büdcəyə uyğun sirləri göstərəcəyəm. Hələlik.